Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugündən artıq sizinlə 8-ci sinif kimya dərsliyinin mövzu izahlarını bölüşməyə çalışaram. Ümid edirəm ki, hər birinizə faydalı olar. Və ilk mövzunun izahı ilə başlayaq. Bacardığım qədər hər bir mövzunu iki hissəyə bölüb izah etməyə çalışaram ki, sizə yararlı və faydalı olsun. Deməli, atomun elektron quruluşu. Ümumiyyətlə bildiyimiz kimi 7-ci sinifdən də bilirik ki, atom müsbət yüklü nüvə və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektroneytral zərrəcikdir. Burada müsbət yüklə işarə etdiyim nüvədir və onun ətrafında isə elektron təbəqələrində baxın mənfi yüklü elektronlar yerləşir. Baxın, bunlar elektronlardır, mənfi yüklü elektronlar. İndi burada biraz müsbət yüklü kimi görünür, amma mənfi yüklü elektronlar. Burada da mənfi yüklə işarə edirəm. Bunlar ümumilikdə nədir? Elektronlar. Deməli, atom özü müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektroneytral zərrəcikdir. Ümumiyyətlə, elektronlar nüvənin ətrafında hərəkət edərək, deməli, daim hərəkətdə olurlar, orbitalları və ya elektron buludlarını əmələ gətirirlər. Orbitallar da, məsələn, bəzi elektronların əmələ gətirdiyi orbitallar kürə formasında olur. Belə orbitallara belə elektronlar S elektronları adlanır. S elektronların əmələ gətirdiyi orbitallar isə deməli S orbitalları adlanır. S orbitalları olur kürə formasında. Və yaxud da bunlardan əlavə qantel formasında deməli, orbitallar, bəzi elektronlar nüvənin ətrafında hərəkət edərək qantel formada olan orbitallar əmələ gətirirlər ki, bu orbitalları da biz p orbitalları adlandırırıq. Ümumiyyətlə, p orbitalları fəzada 3 istiqamətdə ola bilir, bir-birində perpendikulyar 3 istiqamətdə, deməli, x, y, z oxları boyunca hərəkət edə bilir. Bu səbəbdən də o x, y, z oxları boyunca yerləşir və px, py, pz kimi işarə olunur. Əlavə olaraq D və F orbitalları da vardır ki, bu deməli elektronların əmələ gətirdiyi orbitallar daha mürəkkəb quruluşda olurlar. Deməli, orbitallar öz növbəsində belə yazım ki, orbitallar öz növbəsində birləşərək, baxın, orbitallar birləşərək yarım səviyyələri əmələ gətirirlər. Yarım səviyyələr də elektron təbəqələrini. Baxın, yarım səviyyələr də elektron təbəqələrini. Ümumiyyətlə, hər bir deməli yarım səviyyə deməli dediyimiz kimi orbitallardan əmələ gəlir. Məsələn, S yarım səviyyəsi, P və D yarım səviyyəsini yazıram. S yarım səviyyəsində S deməli yarım səviyyəsi bir S orbitalından təşkil olunmuşdur. Orbital da kvadrat xana şəklində təsvir olunur. S orbitalı deməli S yarım səviyyəsi bir orbitaldan təşkil olunur. Burada görürsünüz bir xana çəkmişəm. Bu bir orbital deməkdir. Hər bir xana orbital bildirir. Bir orbital. Deməli, bir S orbitalı. P orbitalı isə, P yarım səviyyəsi isə 3P orbitalından təşkil olunur. Hər bir deməli, xana bir orbital bildirdiyinə görə 3 orbital dediyimiz üçün 1, 2, 3 orbital. Deməli, P yarım səviyyəsi 3 orbitaldan əmələ gəlib. D yarım səviyyəsi isə 5 orbitaldan əmələ gəlmişdir. Deməli, 1, 2, 3, 4, 5 orbitaldan əmələ gəlmişdir. Ən əsası budur ki, onu bilməliyik ki, orbitallar birləşir, yarım səviyyələri əmələ gətirir. Yarım səviyyələr də öz növbəsində elektron təbəqələrini. Hər bir deməli, orbital bir xana ilə təsvir olunur. S yarım səviyyəsi 1 orbitaldan, 1 S orbitalından, P yarım səviyyəsi 3P orbitalından, D yarım səviyyəsi isə 5 D orbitalından təşkil olunmuşdur. Deməli, belə deyim ki, hər bir biz dedik ki, orbital bir xananı bildirir və bir orbitalda maksimum 2 elektron yerləşə bilər. Həmin elektronlar da bir-birinə əks istiqamətdə yerləşməlidir. Elektron da bax belə işarə olunur ox işarəsi ilə. Elektronlar bir-birinə əks yerləşməlidir. Deməli, bir orbitalda ən çoxu 2 elektron, maksimum 2 elektron yerləşə bilər və deməli, 1 elektron da yerləşə bilər. Amma 2 elektron yerləşərsə, bu zaman onlar əks spinli olurlar. Yəni, istiqamətlər biri məsələn yuxarı, biri aşağı mütləq olmalıdır. Eyni istiqamətdə ola bilməz. Əgər belə bir şey verilsə ki, orbitalda belə bir şey, yanlış, ikisi eyni istiqamət yanlışdır və yaxud da ikisi də aşağı istiqamətə yanlışdır. Deməli,
bir orbitalda bir veya maksimum 2 elektron yerləşə bilər. Bunu nəzərə alsaq, biz dedik ki, S yarım səviyyəsində bir S orbitalı olur. Əgər bir S orbitalı olursa, deməli S yarım səviyyəsində neçə elektron yerləşir? 2 elektron yerləşir. 2 elektron. Deməli, maksimum yəni 2 elektron ola bilər. Daha sonra P yarım səviyyəsində biz dedik 3 orbital var. P yarım səviyyəsi 3p orbitalından təşkil olunub. Nəzərə alsaq ki, ən çoxu hər orbitalda 2 elektron yerləşir. Buna görə də deməli P yarım səviyyəsində maksimum neçə elektron ola bilər? 6 elektron ola bilər. Hər orbitalda 2 elektron. D yarım səviyyəsində isə deməli 5 orbital var dediyimiz kimi və hər bir orbitalda 2 elektron olduğuna görə ümumi D yarım səviyyəsində orbitallarda ümumilikdə 10 elektron yerləşə bilər. Ən çoxu 10 elektron ola bilər. Bunu da dedik. Daha sonra deməli biz əgər bu ümumiyyətlə nüvənin ətrafında hərəkət edən elektron buludların elektron təbəqələrini biz deməli əgər çoxmərtəbəli bina ilə müqayisə etsək, bu zaman elektron təbəqələri binanın mərtəbələrini, yarım səviyyələr mənzilləri, orbitallar isə otaqları təmsil etmiş olacaqdır. Və elektron təbəqələri dediyimiz kimi nüvə, atom müsbət yüklü nüvədən bunun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektron təbəqələrindən təşkil olunmuşdur. Baxın, məsələn, elektron təbəqələri desək, bu olur, necə deyim, bu nüvədir, nüvə. Bu da ki, məsələn, birinci deməli, elektron təbəqəsi. Bu birinci elektron təbəqəsi. Və yaxud da bu ikinci elektron təbəqəsi. Üçüncü nüvədən sonra başlayırıq saymaya. Bu üçüncü elektron təbəqəsi. Bunlar da uyğun olaraq, məsələn, birinci elektron təbəqəsini biz K hərfi ilə uyğun olaraq işarələyə bilərik. K hərfi ilə. İkinci elektron təbəqəsini işarələyirik L hərfi ilə. Üçüncü elektron təbəqəsini M hərfi ilə. Dördüncü əgər elektron təbəqəsi yazsam, dördüncünü işarələyəcək N hərfi ilə. Deməli, bunu da bildik. Hər bir orbital, deməli, orbital xana ilə təsvir olunur. Hər bir orbitalda dediyimiz kimi ən çoxu 2 elektron yerləşə bilər. Yarım səviyyələr əmələ gəlir orbitallardan. S yarım səviyyəsi 1 S orbitalından, P yarım səviyyəsi 3p orbitalından, D yarım səviyyəsi isə 5d orbitalından təşkil olunmuşdur. Daha sonra biz dedik ki, müxtəlif təbəqələrdə yerləşən müxtəlif təbəqələrdə olan elektronların enerjiləri bir-birindən fərqlənir. Nüvəyə ən yaxın yerləşən elektronların enerjisi ən az olur. Nüvədən ən uzaqda yerləşən elektronların enerjisi ən çox olur. Məsələn, bu nüvədir, təsəvvür eləyək. Ən yaxın yerləşənin enerjisi, elektronların enerjisi, bu nüvəyə ən yaxın elektron hansı təbəqədə olar? Birinci təbəqədə olar. Çünki birinci təbəqə nüvəyə yaxındır. Deməli, burada yerləşən elektronların enerjiləri bu Y1 ilə işarələsək, burada yerləşənləri biz Y2 ilə işarələsək, Y1-in enerjisi nüvəyə ən yaxın yerləşən elektronların enerjisi ən az olur. Deməli, Y1 kiçikdir Y2-dən. Uzaq yerləşənlərin enerjisi isə daha çox olur. Bunu da müqayisədə bilməliyik. Və buna görə də elektronlarda deməli enerjilər fərqi olduğuna görə elektron təbəqələrinə biz dedik ki, bunlar elektron təbəqələridir. Birinci elektron təbəqəsi, ikinci elektron təbəqəsi və yaxud da üçüncünü də çəksəm olar üçüncü elektron təbəqəsi. Bunlar enerjilərinə görə bir-birindən fərqləndiyinə görə belə qənaətə gəlib ki, bunları həmçinin energetik səviyyələr də, bu təbəqələri energetik səviyyələr də adlandırırlar. Yəni bir-birindən enerjisinə görə fərqlənən səviyyələr. Deməli, bundan əlavə birinci energetik səviyyədə yalnız S elektronları yerləşir. İkinci energetik səviyyədə bunu müəyyən qədər əzbərləməyiniz xahiş olunur. İkinci energetik səviyyədə S elektronlar da ola bilər, P elektronlar da ola bilər. Üçüncü energetik səviyyədə S elektronlar da olur, P elektronlar da olur və bunlarla yanaşı əlavə deməli yarım səviyyələri də ola bilər. Birinci energetik səviyyələrdə biz dedik ki, baxın, deməli energetik elektron təbəqələri yarım səviyyələrdən təşkil olunur. Buna görə də birinci energetik səviyyədə və yaxud da elektron təbəqəsində S yarım səviyyəsi,
İkinci elektron təbəqəsində sp yarım səviyyəsi, üçüncü energetik səviyyədə isə spd deməli yarım səviyyələri vardır. Müxtəlif deməli energetik səviyyələri eyni yarım səviyyələrini fərqləndirmək üçün qarşısına energetik səviyyənin nömrəsi qeyd olunur. Məsələn, biz deyirik ki, birinci energetik səviyyədə də S yarım səviyyəsi olur. İkinci energetik səviyyəsində S yarım səviyyəsi var. Üçüncünün də S yarım səviyyəsi var. Biz bunu fərqləndirmək üçün növbəti dərslərdə izahını verərəm. Fərqləndirmək üçün məsələn 1S qabağına S-in hansı energetik səviyyəyə aid olduğunu qeyd edirəm. 2S. Yəni bu bildirilir ki, ikinci energetik səviyyənin S yarım səviyyəsi. Və yaxud da yazıram 3S. Üçüncü energetik səviyyənin S yarım səviyyəsi. Növbəti dərslərdə bunun izahını ətraflı şəkildə verərik. Daha sonra biz bu cədvəli izah edək. Dediyimiz kimi biz dedik ki, birinci energetik səviyyədə yalnız S elektronları olur. S elektronlar da biz dedik ki, daha doğrusu S yarım səviyyəsi olur. S yarım səviyyəsi də bir S orbitalından təşkil olunur. Bir orbitalda da maksimum 2 elektron ola bilər. Düzdür? Maksimum 2 elektron olduğuna görə bunlar da əks spinli olurlar. Maksimal elektron sayı baxın qeyd olunub 2. Maksimal elektron sayı 2-dir. Daha sonra ikinci energetik səviyyəyə keçək. İkinci energetik səviyyədə biz dedik ki, S elektronlar S yarım səviyyələrdə olur. P yarım səviyyəsi də olur. S yarım səviyyəsi bir orbitaldan təşkil olunub. Bu orbitallar da əks spinli yerləşir. Deməli, S yarım səviyyəsində bir S orbitalından təşkil olunduğuna görə maksimum neçə elektron ola bilər? Biz dedik ki, hər bir orbitalda, bir xanada maksimum 2 elektron ola bilər. 2 elektron. P yarım səviyyəsində də biz dedik P yarım səviyyəsi 3 elektrondan təşkil olunub və hər bir, daha doğrusu üzr istəyirəm, 3 orbitaldan, hər orbitalda da maksimum 2 elektron yerləşdiyinə görə deməli P yarım səviyyəsində də olur 6 elektron. Ümumilikdə ikinci energetik səviyyədə neçə elektron olar? S-də bir orbital var, 2 elektron, P-də 3 orbital var, deməli 6 elektron, ümumilikdə 4 orbital var və burada 1 xana, burada 3 xana, ümumilikdə 4 orbital. Elektron sayısı 8, 2 üzərinə gəlsin 6, ümumilikdə 8 elektron mövcud olur. Keçirik daha sonra üçüncü energetik səviyyəyə. Üçüncü energetik səviyyədə biz dedik həm S yarım səviyyəsi olur, həm P yarım səviyyəsi olur, həm də D yarım səviyyəsi olur. S yarım səviyyəsi də bir S orbitalından təşkil olunur. Bir S orbitalında da biz dedik maksimum 2 elektron ola bilər. Hər orbitalda maksimum 2. Burada 2 elektron. Sonra keçirik P-yə. P-də 3 orbital var. Hər orbitalda nəzərə alsaq ki, 2 elektron maksimum olur. Buna görə də P-də ümumilikdə 6 elektron olur. Bu ox işarələrin hər biri elektronu bildirir. 6 elektron. D-də isə biz dedik 5 orbital olur. 1, 2, 3, 4, 5. Hər orbitalda da maksimum 2 elektron ola bilər. Ümumilikdə hər orbitalda 2 elektron olmaqla 10 elektron ola bilər D orbitalında. Ümumilikdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9 orbital var. Yəni 9 dənə xana var. Elektron sayı isə 2 üzərinə gəlsin 6. S-də 2 elektron, P-də 6 elektron, D-də isə 10 elektron. Ümumilikdə 18 elektron olur. Baxın 9 orbital, ümumilikdə 18 elektron. Deməli, bunları da mütləq şəkildə öyrənməyiniz tövsiyə olunur. Bu dərsin növbəti hissəsinin izahını ikinci hissə dərs izahında bölüşərəm. Ümid edirəm ki, sizə faydalı olar. Başa düşmədiklərinizi rəy bölməsində yazıb soruşa bilərsiniz. Növbəti dərsdə görüşənə qədər sağ olun əziz şagirdlər.